Həzrət Peyğəmbərə böyük adamlar deyərdi, o balaca uşaqlara deyirdi ki, sən şirini verəcək, o kişini görsən get daş at. Onlar da gedirdilər, daş atırdılar, ha, gülüşürdülər ki, ələ salırıq da məzələri. Niyə? O adamdan zərər gəlməyəcək axı bizə. Elə ki, bir 12-13 yaşına çatmış Həzrət Əli ki, Peyğəmbərin yanında idi və o daş atan uşağın qaçırdı, qulağından tutub çəkirdi. Ondan sonra o uşaqlar İmam Əlini görən kimi ki, Peyğəmbərin yanındadılar, uzaqda deyərlər ki, yox, mən problem yaşayacağam. Bu adama daş atsam, əvəzini görəcəm, ona görə əl çəkim. Bir var təbiət, bir var xarakter. Hər bir insan müəyyən təbiətdə doğulur. Ac ol, kişi ol. Bu sözü kim deyir? Görmüsünüz, varlı adam bu sözü deyir. Ya. Kasıb adam özünə təsəlli edir. Əsas insanın daxili gözəlliyidir. Siz bir dənə gözəl adamın, yaraşıqlı adamın bu cür dediyini görməzsiniz. Bəli ya, deyər gözəllik əsas deyil ha. Deyirəm bu həm o. Sanayi kasıb. Elon Musk niyə neçə milyard pulu var? Hər kasıba bu qədər pul versə, niyə sənə kimsə nəsə verməlidir? Niyə bir dəfə düşünmürsən ki, ilahi, mənə o bacarığı verginən ki, mən kiməsə verim? Allah onda deyər ki, aha, yetişmisən. Həmişə adam düşünür ki, mənə versin. Verməlidirlər. Allahla münasibətdə belə biz həmişə Allahın məsul mövqeyində qoyuruq. Allah malı, məli verməlidir, eləməlidir filan. Özümüzdə heç nə görmürük. Dünyada hüquqşünaslar yoxdur. İslamda da onlar fəqihlərdir. Fəqihlərlə danışanda adam deyir, bu nə qədər quru danışır. Elə bil hüquqşünasdır. Bunu eləsən batildir, bunu eləsən filandır, filan şeydir. Adam deyir, bir yumşaq yer qoy, bıraq da. Nə qədər sərt, o qədər ancaq əqli dəlillər, rasional dəlillər filan. Müasir İslam alimləri İslam fiqhinə əxlaqın gətirilməsi tərəfdarıdırlar. Əxlaqla sintez elə, kəsmə, vurma. Ondan sonra irfan adamlarına baxın. Mövlanə kimi adamlara. Kim olursan ol, gəl. Nə bilim filan ol. Onların da təbiətləri odur. Dünya bu dəqiqə Mövlanənin, Səd-i Şirazinin, Hafizin İslamını sevirlər. Poetik. Başqa bir adamdır, deyir, din budur. Və müsəlmanlar da bir-birlərini qırırlar bu barədə. O deyir ki, sən İngilis şiəsi, Amerika sünnisi, nə bilim filanı, peşimi. Hamı deyir, mənim dəstəm, mənim praydımın qanunları keçməlidir. Mənim əlimə imkan düşsə, vurub dağıdacam. Bu yaxınlarda Quranın təhrifi ilə bağlı video, məsələn, paylaşmışam ki, yəni belə şey yoxdur, bu ayıbdır, bunu qabartmayın. Quran müsəlmanların dəyəridir. Əməvi məktəbinin ardıcıları, Məhəmməd ibn Əbdülvəhabın ardıcıları düşüblər orada statlar gətirirlər ki, sən Quranın təhrifinə inanırsan. Deyirsən, qardaş, sən məni tanıyırsan, niyə mənim boynuma qoyursan axı bunu? Səni nə vadar edir ki, sən məni orada qeyri-dindar çıxartmaq istəyirsən? Kafir, müşrik, nə? Olmaz ki, deyəsən ki, sən qardaşım, ikimiz də inanırıq. Ya Allah, əl-ələ verək. Yox, olmaz. O böylər buna qarşı çıxarlar, necə yəni? Din əxlaqın tərkib hissəsidir. Nəinki əxlaq dinin tərkib hissəsidir. Yox, əgər biz belə desək, onda dindar olmayan adamın əxlaqsız olduğunu deyərik. Bütün müsəlmanlar qəbul edib ki, Peyğəmbər nə deyir? Deyir, mən yalnız niyə göndərmişəm? Liutəmmimə məkariməl əxlaq. Əxlaqın ən gözəl səciyyələrini tamamlamağa gəlmişəm. O deməkdir ki, bəli, əxlaq var. Amma onun ən yüksək tərəfləri var ha. Yəni onu Peyğəmbər tamamlamağa gəlib. Deyirəm, mənim müdirim var, gəldi, güldü. Dedi ki, 10 neçə yaşlı qız uşağı ki, zorlanır, öldürülür ha. Allah imtahan edir onu. Deyir, mənə belədir, cavab vermədim. Ha, belə elədi, deyir ki, güldü getdi. Dedim, get o müdirvə dinən ki, Allah yoxdur, həll elə bu məsələni. Həll elə bu məsələni. Nə deyəcəksən? Əcəb edib. Kamını alıb, hüquq mühafizə orqanları da tuta bilməyib onu. Bir ateist vardı, sağa sola dini söyürdü. Dedim, hər şey boş şeydir. Allah yoxdur, Peyğəmbər nəuzubillah şarlatandır sən dediyin kimi. Başa düşdü. Bir nəfər gəlsə sənin evvə, ailə təcavüz eləsə, malını yağmalasa, filan eləsə və nəticədə çıxıb getsə, hüquq mühafizə orqanları da tapa bilməsə onu. Karlıdır o adam, karlı deyil. İnanın cavab verə bilmədi. Niyə? Çünki fitrət oyanır içəridə ki, yox, bu belə olmalı deyil axı. O axirət inancı da, Allah
O deyir, bəzən deyir ki, imamdan hədis nəql olunub ki, hətta deyir, ah da Allahın adlarından biridir. Yəni insan ah çəkirsə Allahı köməyə çağırır. Deyirəm ki, ateistlər bizdə, deistlər bu qəbir dindən küsmüş adamlardır. Bəli, bəli. Dua eləmişəm, duamı niyə Allah qəbul eləmədi? Filan şey niyə belə elədi? Onda heç nə yoxdur. İnkara qalxır da. Bəli. O necə bizdə uşaq böyüyür. Anam, atam mənim üçün neyinib ki? Heç nə. Heç nə olan mənim üzərimdə haqqı yoxdur. Filandır. Aton səni böyüdüb, valideynlərin böyüdüb səni filan. Mən heç nə eləməmisiniz. Nə var mən deyənə eləməmisiniz. Mən istədiyimi eləməmisiniz, danır. Yəni bu da böyük də Allahın bilirsiniz naz istəyir Allahdan da. Quranda Allah Taala buyurur ki, "İnnə dinə indəllahi əl-İslam." Allah yanında din İslamdır. Demir sizin yanınızda. Sizin yanınızda sizin öz interpretasiyalarınızdır. Mənə elə gəlirlərinizdir.